Bəli. Komandir danışın və sonra əziz izləyicilər, əgər vaxt olası təqdirdə bir doktor, Aslan doktor var. Bəs o... Onu qoşacaq. Amma birazdan qoşarıq. Siz demək, danışın. Mən sizə Murovdağ əməliyyatı, qış əməliyyatı haqqında bir tabor kimi, tabor komandirinin baxışı kimi yox. Mən sonra sizə demişəm də, bundan əvvəlki verişdə də sual verdim. Bəli. Komandir, briqada komandiri oldunuz. Aydın. Müdafiə Nazirliyində qərargahda işləmisiniz. Bax, necə dəyərləndirirsiniz? Yəni, bunu biz silsilə davam edəcəyik, amma lazım olan təqdirdə sağlayacağım ki, komandir. Çünki bundan sonra da Xoçazdağ əməliyyatı ilə bağlı bizim verişimiz olacaq. Horadiz əməliyyatı ilə. Baxın, yəni 5 şan var. Sağ tərəfdə məğlubiyyət var. Murovdağ əməliyyatında. Düşmən burada demək məğlubiyyətdir. Düzdür, qəhrəmanlıq göstərib bizim briqada. Plan düzgün hazırlanmayıb. Qış əməliyyatı. Amma sol istiqamətdə Horadiz əməliyyatında qalibiyyət var. Bunu da nəzərə almaq lazımdır. Buyurun. Deməli, Aqil müəllim, ümumiyyətlə Murovdağ qış əməliyyatı keçən dəfə deyildiyi kimi də uğursuz planın uğurlu döyüşü idi. Bəli. Orada hər bir zabit, əskər qəhrəmandır. Əgər, bəli, bizim əskərlər, o siz dediyiniz kimi, bütün o valla mən indi belə də deyərdim ki, o döyüşdə deyərdim ki, bütün komandir heyəti, tabur komandiri əskərlə bir sırada olubdur. Yəni, bu 701 belə yetişmişdir. Çünki biz o nizamnamə ilə heç zaman ona uyğun, mən tabur komandiri kimi belə deyək, əgər hücuma gedirsə tabur, mən taburun şəxsi heyətindən ön xəttdən neçə kilometr arkada olmalıydım. Ancaq bu mümkün deyildi. Onun üçün də bu Murovdağ qış əməliyyatının deyərdim ki, plansız, çox bir plansız planlaşdırma idi. Bu, əlbəttə ki, bizim qərargahdan, baş qərargahların o hansı ki planlaşdırdığı planı idi. Heç bir, demək olar ki, imkan olmayan bir planı idi. Ancaq Azərbaycanın qəhrəman zabit heyəti, onun 701-in şəxsi heyəti göstərdi ki, necə həyata keçirmək olar. Özünüz bilirsiniz ki, hücum eləyən qoşun müdafiə eləyəndən 3 qat. Hələ bu standartda o nizamnaməyə uyğun baxır hansı o coğrafi yerdə. Dağ şəraitində ən azı 7, bəlkə də ondan yuxarı olmalıdır ki, gedib orada düşməni məhv edəsiniz. Əvvəlcədən kəşfiyyat məlumatına görə briqada səviyyəsində biz bilirdik, Çakkətdə düşmənin bir alayı yerləşir, hansı bölmələri hardadır, hansı zirehli texnikası hardadır, art divizyonları, batareyaları hardadır və s. Buna uyğun da əlbəttə ki, artıq komanda alınandan sonra biz hərbiçiyi biz yerinə yetirməliyik. Nə qədər ağır da olsaydı, baxmayaraq ki, bunu mən dəfələrlə dedim, briqadanın qərargah rəisi də o zaman demişdi ki, buradan Kəlbəcərə hücum olmaz. Eşidilmədi. Hücum başladı. Biz də canı bahasına, qanı bahasına gedib 30% Kəlbəcərin ərazisinin, o belə deyək, bizdə zonalar, bir zona, Qoturlu zonası deyirlər, o sulara görə, bir tərəf ayrım zonası deyirlər. Orada kəndlər alındı. Orada qalmışdı Qanlı kəndi götürmək, orada qalmışdı Cəmilini götürmək, orada qalmışdı Seyidləri götürmək. Bu kəndlər də götürüləndən sonra demək olar ki, və Sarıdaşı, demək olar ki, artıq bu ayrım zonası deyilən o qızıl mədənlər, demək olar ki, bütün ərazi olası idi əlimizdə.
Əlbəttə ki, bu belə deyərdim, baş qərargahın bugün mən bunu sonradan bir tabur komandiri kimi yox, bu 5 il xidmət elədim Müdafiə Nazirliyinin əməliyyat idarəsində. Çoxlu təlimlərdə oldu. Çox generallardan, polkovniklərdən çox təlimlər gördüm, çox öyrəndim. NATO təlimlərində çox məsələləri də öyrənə bildik. O baxışdan baxanda, vallahi billahi yenə deyirəm, heç tabur komandiri o qışın, o şaxtada, o boranda həmin istiqamətdən yarma əməliyyatı aparmamalıydı. Yaxşı, bu qəhrəman 701-in briqada bu əməliyyatı yerinə yetirdi. Yarma əməliyyatı oldu. İndi keçən dəfədə çox Çingiz Əliyev bizim dəyərli komandirlərdən olub. O da çox düzgün dedi və bu taktiki gedişatdır. Yarma əməliyyatını apardı. O biri istiqamətlərdən alınmadı. Aydındır da, bu döyüşdür. Alına da bilər, alınmaya da bilir. İndi buradan alındı. Qanı, canı bahasına. Bizim üzərimizdən bir briqadanı irəli yerləşdir. Bu briqada getsin. Axı biz ala-ala getdikcə genişlənmə gedir. Həmi bu dediyim Zod istiqamətini saxlamalısan. Həmi tunel deyilən o Qoturlu dərə istiqamətini, Laçın istiqamətini saxlamalısan. Həmin sol istiqamətinə o Həsən bizim Dədə-Baba torpağımız erməni adları qoymuşdur. Birinə Aterk, birinə Vaquas, birinə nə bilim nə. Biz bu yerlərdə yayda döyüşmüşdük. Və bu hücumu genişləndirib bu istiqamətdən. Əgər Tərtər istiqamətdən alınmamışdırsa, Goranbay istiqamətindən alınmamışdırsa, yarma əməliyyatı var. Genişləndirmək lazımdır. Və bizim özünüz görürsünüz ki, hücum edən həmişə müdafiədə durandan çox itki verir. Bu, dünya tarixində, hərbidə bu belədir. Amma indi siz baxın, indi mən demirəm burada, bilirsiniz, Murov dağda, vallahi sosial 4 il, 5 il bundan qabaqki bir açıram o izləmələrə, 5000 şəhid oldu, 4000 belə oldu, 15000 belə getdi, 1500 belə getdi. İndi burada ən azından bizim 6-cı taburun komandiri rəhmətə gedib. Amma burada biz birin kombatı Qurban Qurbanov danışdı, 2-nin kombatı İntiqam Məhərrəmov danışdı. 3-ün kombatı mən əvvəlin Allah Alışov Ferizə qəni-qəni rəhmət eləsin. Çox dəyərli bir zabitimiz idi. Onu da itirdik. Əsl qəhrəman. O yoxdur, amma onu danışdı. 4-ün kombatı danışdı. 5-in kombatı danışdı. Sonra 5-in kombatı 2-ci komandir batalyon əvəz eləmişdi. Tariyel müəllim danışdı. Yəni danışmayan yoxdur. Burada da itki sayı özünüz gördünüz ki, yəni heç də o ağızdan ağza deyilən kimi deyildi. Bir də baxırsan hansısa bir əskər deyir, baxdım, nə bilim 200, 300 elə biz bir sayır. Ay qardaşım, ay əskər, ay illab zabit, sənin gözü nə qədər görər? Biz tabur komandirləri ümumi o BÇS əsasında hələ onu da tam dəqiqliyi ilə bizə bilmirik, təqribi bildik. Nə qədər yaralımız olub, nə qədər itkin düşüb, nə qədər şəhid olub. Hələ o da tam. Amma ümumi rayonlar üzrə mən yenə dedim, elə bir əskər, elə bir zabit yoxdur ki, onun valideyni bilməsin ki, o şəhidli olub, gəlib, dəfn olub, o itkindir. Yəni bu komissiyada, bilirsiniz, Aqil müəllim, komissiyada indi mən demirəm, yəni elə bu kombatların da söhbəti ilə baxdım ki, həqiqətən də elə bax bu 140, ola bilsin 148, ola bilsin 111 deyil, 1337 donvurmadır. Bəli, briqada burada demək olar ki, öz döyüş qabiliyyətini itirdi. Onda biz belə elə, komandir. Yəni bax, bunu demək istəyirəm ki... Mən o doktoru qoşmaq istəyirəm, amma hələ ki gözləyək. Çünki biz bax, görürsünüz əziz dostlar, hamı deyir ki, mən də danışım, əskər də deyir, zabit də deyir.
Amma görürsən, 72 dəqiqədə vaxt keçir, hələ biz bu günləri Kəlbəcər hadisələrlə bağlı Bir dənə də xahiş edirəm, çünki vaxt çatırmayacaq. Amma doktor, çünki bu Murovda qış əməliyyatını onda belə eləyək. Siz əvvəlcə Kəlbəcər hadisələri ilə bağlı danışın, sonra doktoru qoşarıq efirə, Aslan doktor. O da olar. Olar. Bax, olar. Siz Rusiyada xidmət etmisiniz, sonra gəlmisiniz Azərbaycana və Kəlbəcər rayonunun işğala qədər müdafiəsi necə təşkil olunmuşdu? Sizi bir hərbçi kimi bu müdafiənin təşkili qane edirdimi? Sualları ümumi verirəm. Mən ümumi danışaram. Və bir də Kəlbəcərin işğalı. Bu haqda biz danışacağıq. Bax, əziz dostlar, görürsünüz 73-cü dəqiqədir canlı yayımın. Hələ biz mövzuya indi keçirik. Biz belə deyə bilərik. Mən o insanları tək qoşum efirə. Bax, məsələn, bu Firidun qardaş, ona o vaxt azdır. Yəni, o da aydındır. Mən onları bir-bir. Lap məsləhətsə elə Aslan doktoru xüsusi olaraq ayrıca orada o bir dənə Aslan doktor, çünki bu Murov qış əməliyyatına onu mütləq qoşaq ki. Aslan doktoru qoşacam, Həşim. Bəlkə Aslan doktoru qoşaq. Yox, siz Kəlbəcər hadisələrlə bağlı danışın. Tutarım axırdan. Keçirik şeytan. Əziz dostlar, çox xahiş edirəm, hərəniz bir dəfə bəyənmə işarəsi verin, bəyənin, paylaşın, ötürün bir-birinizə. Amma görürsünüz, adlar sıxır. O ailələr bilmir. Bu ailələr qoy bilsin, qohumları harada şəhid olub, harada itkin düşüb. Mən görürsünüz, o Bakılı ilə bağlı bir, Allah rəhmət eləsin, şəhidlə bağlı bilmirəm, məlumatları var, yoxsa yox. Paylaşın. Buyurun. Deməli, Aqil müəllim, bu qısa danışacağım, çünki Xocalı məsələsi baş verəndən sonra bizi SSR-dən, o vaxt SSR artıq süquta çökürdü. Biz çox çalışırdıq Azərbaycana gəlsin, bu uzun məsələdir, nəysə bir zabitimizi göndərdik ki, gəlsinlər. Mən də kitabda da yazmışam, telegrama vurdum. O vaxt Ayaz Mütəllibova, bugün də o telegramanı saxlayıram. Dedi ki, ekspediti Sarıxanova mənə abratlı cavab vermişdi ki, sizin telegrama Ayaz Mütəllibova çatdırıldı. Biz yəni ki, zabitlər istəyirdik gələk. Nəysə, bu uzun söhbətdir. Mən gəldim Azərbaycana mart ayında. Fevralın 29-u bilet aldıq, məzuniyyəti adı ilə. Belə deyərək gəldik və qayıdıb getmədik. Ev orada, belə demək, başqa cürə düşməsim, qapını bağladım, 2 otaqlı evi. Mən də oranın məcburi köskünü, belə deyək, oldum. Gəldim və gəldim Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyinə gəldim. Müdafiə Nazirliyində gəldim, zabitlər yığışır, SNQ-dən gələn zabitlər artıq SSR-i yoxdur, Rusiyada xidmət edənlər var, sonra nə bilim Ukraynadan gələnlər var. SSR-in o müxtəlif ölkələrindən gələnlər çox idi. Mən gəldim, nədənsə zamministr o vaxtı rəhmətlik general Vahid Musayev. Vahid Musayev, mən heç kimi tanımıram, heç bir zabiti tanımıram. Dedilər ki, sizi Vahid Musayev yığacaqdı, filan tarixdə gəlin. İndi o tarixləri mart ayının əvvəlləri idi, ya onundan sonraydı. Biz gəldik, Nazirliyə gəlirik, 2-3 saat bizdən görüşürlər, söhbət edirlər və s. Ən axırda o vaxtın belə deyək də operativ upravleniya zabitlər var idi, tanımırdım. İçərisində Rus da var idi, Azərbaycanlı da var idi. Bu Vahid Musayev, mənə dedilər ki, Vahid Musayevdir, amma bu nədənsə bu tıl üzrə olan bu Kəlbəcər haqqında çox mənə belə maraqlandı ki, siz də Kəlbəcərlisiniz. Və zabitlərə tapşırdı ki, xəritədə bu adama tapşırıqlarını başa salarsınız. Kadrlarda Qurban Əliyev dəyəsən zabit idi. Mənə dedi ki, Kəlbəcərdə 2 tabur var. Biri 809'dur, orada kapitan Süleymanovdur. Biri də 844'dür, orada leytenant Həsənovdur. 2 tabur var. Biri dedi SSR-dən yarımçıq gələn əskərlərlə komplektovat olunub və gənc əskərlərdir. Amma 844 könüllülərdir.
Hələ o vaxtı belə deyildilər ki, Xalq Cəbhəsinin taburudur. Amma adı gedirdi, o söz idi, gedirdi özünü müdafiə taburu. Və mən də SSR-dən gəlmişəm, mənim üçün. Amma bir Kəlbəcərli kimi məni Kəlbəcərə göndərmələrinə çox sevindim. Əmrimi verdilər. Deməli, 27-si, bax, deyim, mən qeyd eləmişəm, 0258 nömrəli əmir Müdafiə Nazirinin 27 mart məni göndərdilər Kəlbəcərə. Mən gəldim Kəlbəcərə, hələ mən özüm Kəlbəcərin Zülfüqarlı kəndindənəm, heç öz ata-ana ilə, rəhmətliklərlə görüşməyə getmədən birbaşa rayona gəldim. Rayona gəldim, hərbi hissəni öyrəndim, hardadır, getdim, dedilər ki, tabur komandiri ərazidədir, gələcək. Nəsə gəldi tabur komandiri, görüşdük. Mən dedim ki, bəs Müdafiə Naziri tərəfindən məni göndəriblər bura. O da dedi ki, yol gəlmişsiniz. Getdik, çörək yedik. Komanda verdi ki, axşam bütün şəxs heyət toplaşacaq və Müdafiə Naziri tərəfindən gələn adamı təqdim etmək üçün. Axşam tərəfi idi, iclas toplaşdı. İndi o bütün komandir heyətləri idi, yəqin ki, hamısı gəlmişdi. Mən hələ bilmirəm, ancaq ümumiyyətlə Müdafiə Nazirində mənə başa salıblar, gedəcəksən 5 gün sənə vaxt veririk, gedirsən, sənin taburun gedib qəbul edirsən, Ağdabandır, Çərəkdardır, Mərciməkdir, Narışdardır, Ağqayadır. Bu istiqamətlərdə gedib mövqe tutacaqsan. Özünün da komanda punktunun nə bilim falan yerdə olacaq və s. Hələ biraz da belə gedib fikirləşmək isti çarpayda yatacaqsan, belə elə. Deyəndə dedim, mən zabitəm, mən yatmağa gəlməmişəm, döyüşməyə gəlmişəm. Özdə görürsünüz, məni sərhəd qoşunlarına gələndə bir qohumum vardı. O istədi, mən sərhəd qoşunlarına dedim, yox, mən ümumi qoşun komandirəm, mən döyüşməyə gəlmişəm. Mən də ki, çox böyük vəzifələrdə keçməsəm, 3 il o Učebni vзвод deyirlər, tağım komandirləri vəzifəsində olmuşdum. Sonra 3 il bölük komandiri olmuşdum. Yəni, orada da heç istəmirdilər ki, hara gedirsən, sən Nəçən İştab batalyonu olacaqsan, göndərəcəksiniz akademiya və s. Bu uzun söhbət. Gəldim Kəlbəcərə. Axşam tabur komandiri yığdı. Orada yığışan o bölük komandirləri idi. Dedilər ki, bəy deyirdilər. Dedilər, bəy, əgərləri siz bizim komandir olmasanız, biz imtina eləyəcəyik. Həqiqətən mən belə baxdım. Mən də fikirləşirəm, indi gedəcəm, mənə aparacaq komandir sabah ki, bax, bu bizim Səngər buradır, bu Akop buradır, bu buradır, bu buradır. Mən də aldığım tapşırığa uyğun, hərbçiyəm, buna uyğun işləri eləyib 5 gündən sonra məruzə olunmalıdır Müdafiə Nazirliyinə ki, taburu qəbul etdim. Nəysə, burada vəziyyət gördüm, düzü yerdən də indi olanı deyim, gördüm deyirlər, əşə, bunun çiynindəki 5 ulduzdur, bu Rus zabitidir, nə bilim, belə olurdu, indi aydındır. Amma mən hələ öyrəşməmişəm. Nəysə, söz mənə verildi, dedim, yox, səhv eləyirsiniz, içərinizdə olan bəlkə də çoxu mənim qohumumdur. Mənim dayım burada buxalteri olub, rəhmətli Binnət dayım budur. Amma oğlu Telman kişi budur, Zülfüqarıdan bu budur. Mən də Xasa kişinin oğluyam, özüm də Zülfüqarıdanam. Biz 18 yaşına çıxıb gedib, indi gəlmişəm. Narahat olmayayım. Nəysə, vəziyyət, dedilər ki, buranın komendantı var. Mən getdim sabahı günü polis rəisinin yanına. Nizam müəllim idi o vaxt komendant. Dedim ki, Nizam müəllim, bəs belədir vəziyyət. Bu komandir batalyonda, indi buna da dedi ki, bura bizə lazımdır. Tağım komandiri, bölük komandiri göndərsinlər, leytinat göndərsinlər, nə bilim, burada Rusdan qalan texnikalar var, gəlib bir buna baxsınlar. Amma ki, mənim yerimə komandir göndəriblər. Nəysə, mən vəziyyətin gərgin olduğunu gördüm. Mən nazirin əmri ilə gəlmişəm. 5 gün vaxtım var.
Nəysə, Nizam müəllimə yaxınlaşdım. Soruşdu ki, ata-ana ilə görüşmüsən? Dedi, yox. Dedi, onda get bir evdə görüş gəl. Sabahda 1-2 günə gələrsən. Mən getdim kəndimizə. Getdim orada görüşdüyüm ailə ilə. Kəndə çıxanda da biz həmişə bu bizim ümumiyyətlə ağsaqqallarla, ağbirçəklərimizlə, qohum-əqrəbə ilə gəlmişdim. Çıxdım görüşməyə. Bizim də kənddən gedəndə Əvəz əmi, Şükürov Əvəz evlərinin yanında gördüm, mən də formadayam. Bu da çox sevindi ki, yaxşı ki, peşəkar zabitlər gəlir artıq. Nəysə görüşdük, dedim ki, mən də söhbət əsnasında mən hardan gəlmirsən, əmrin necə, mən başıma gələnləri danışdım ki, və gəldim, Bakıda belə, bu tapşırıq aldım, amma nəysə vəziyyət heç ürək açan deyil. İndi gəldim, görüşüb qayıdıram. Biraz belə əsəbli kimi dedi, gedəndə get polis rəisinə deyərsən ki, Əvəzəm dedi ki, orada insanları düzgün istiqamətləndirsinlər. Əgərləri belə vəziyyət olacaqsa, bu Kəlbəcərin gələcəyi çox çətin olacaq. Nəysə, biraz da əsəbli də dedi. Mən qayıtdım, gəldim. Çünki mənim 5 günüm var, mən nətər deyim, Sovet ordusu tərbiyəsi görmüş adamam. Mənim gəlməm var, çıxmam var. Burada da vəziyyət belə, mən vəziyyəti bilməliyəm. Gəldim, gördüm nəysə müsbət heç nə görə bilmirəm. Getdim o vaxtı QQB-yə. Orada mayor Əli müəllim. Getdim ki, orada sərhəd qoşunlarından 2-3 zabit gəlib. Bu Kalka deyirlər. Kalkada xərtədən nəsə işlər işləyirlər. Mənə dedi ki, Nəsibov, bu zabitlərlə siz biraz işləyin, siz peşəkar zabitsiniz. Bunlar da gəlib bizim bu sərhəddi çəkirlər Kalkadakı, gələcəkdə sərhəd harda, nə, necə olsun. Bizi yerləşdirdilər, İstisusya getdik. Mən də dedim, axı mənim, dedi, narahat olma, sizin o predpisaniya deyirlər, göndərişinizə girdi, çıxdı, vurulacaq, həm də biz yuxarı ilə əlaqə saxlayacağıq. Mən də getdim bir günmü, 2 günmü onlarla burada bu xərtənin üzərində işlədik. Zastavalar işləyirdilər ki, sabahsı günü zastavalar harada yerləşdirir, nə bilim, o bəzi onun özünün öz hərbi taktiki yerləri var. 2 gündən sonra gəldim, mənim predpisiyamı da yazdılar, giriş-çıxış. Dedilər ki, briqada sistemi yaranır. Getmək lazımdır, qayıtmaq lazımdır Bakıya. Qayıdıb gəldim Bakıya. Bakıda gəldim ki, komandirlərdir. O vaxtı briqada komandirləri Zadir Rızayevdir, rəhmətlik. 701-in, 703-də Nəcməddin Sadıqov idi və s. Komandir briqadalar bu gələn zabitləri bölüşdürürlər. Nəysə, burada bu da uzun söhbətdir. Zadir Rızayev məni götürdü, zam komandir, yəni əlahidə 710-a tabur komandiri mavinin vəzifəsinə, qərargah rəisi orada mayor Zəfər Yaqubov idi taburun. Tabur komandiri isə Seyid müəllim idi, o da yaralanmışdı. Burada az bir müddətdə mən burada oldum. Və buradan biz gəldik Kəlbəcərə. Kəlbəcərə gəldik briqada ilə, Zadir Rızayevlə. Burada yay kampaniyası başladı. Burada döyüşlər getdi. Ağdərə, mən bunu uzun danışmıram, bu böyük bir mövzudur. Ağdərəni azad elədik. 703 bir tərəfdən, 157 bir istiqamətdən, reydiviyatriya çoxlu orada yəni hücumlar oldu. İndi Kəlbəcər əsas məsələ. Briqada yaxşı döyüşdü. Briqadanı götürdülər, sentyabrın 15-də göndərdilər Laçına, yaxşı döyüşdüyünə görə. Amma bir hərbiçi kimi sonradan analiz göstərdi ki, bu səhv bir qərar idi. Biz Çingiz Əliyevlə mən qaldım, o bəzi pozisiyaları 123-ə, o 123 də səhv eləmirəmsə o vaxtı tabi idi Sürət Hüseynov.
Biz orada Çingiz Əliyevlə ayın 15-i briqada getdi Laçına. Biz Çingiz Əliyevlə o mövqeləri, hansı ki düşməndən aldığımız mövqeləri təhvil verdik 123-ə. Ayın 17-sində bir dənə BMP, yəni piyada döyüş maşını qalmışdı. Çingiz Əliyevlə biz ikimiz də buranı təhvil verdik. Özümüz bu piyada döyüş maşını sürə-sürə getdik Laçına. Kəlbəcərin işğalı mərhələsi nə vaxtdan başlamışdı? Briqada döyüşür Laçında. O qanı bahasına alınan torpaqlar erməni təzdən. İndi bilmirəm, orada onu danışarlar. Mən yanlarında olmamışam, eşitmişəm. Oradan 123 çəkilir, gedir. Erməni Tərtər, Kəlbəcər yolunun fevral ayında bağladı. Kəlbəcərin işğalı 2 apreldən yox. Demək olar ki, Kəlbəcərin işğalı başladı həmin vaxtdan. Bu zaman vəziyyətin bu ağır vaxtında briqada komandiri o zaman Polkovnik Qənizadə idi, 701-in. Hələ bundan da qabaq siz fikir verin. Noyabr ayında ştat gəlir. Biz sərhəddə 110 kilometr, Aqil müəllim, 110 kilometr sərhəddəyik. Bizim ştatımız o 712, bayaq da kimsə deyəsən, bəli, o vaxtda 712 əlahiddə taburlarıdır. 710 idi, 711 idi, 712 idi, 713 Laçın batalyonu o idi, 714 Çingiz Əliyevin idarə elədiyi idi və s. Bərdə batalyonu idi, sonra gəldi 710A, belə deyəsən gəlmişdi. Onları hərbi sirlər... Yox, o hamısı indi nə o nömrələr qalıb, bu keçmişdə olub və SSR-in vaxtında olub, o nömrə yoxdur. Onlar hamısı o yerlərdir, rayonlardır, bunlar məxfiliyin itirmiş. Məxfiliklə bağlı. Heç bir məxfilik yoxdur. Hamımız məxfiliyə riayət edək. Bəli. Yəni danışanlar da özləri cavab dedilər. Bəli. O vaxtın o nömrələr idi, onun hamısı 92 noyabrdan da ləğv olunubdur. İndi elədilər, gətirdilər bizim sərhəddə, o boyda Kəlbəcərdə bir dənə bizim sərhəddə dayanan 849 ştatın elədilər 471. Kim elədi? Müdafiə Nazirliyinə əmr gəldi ki, könülləri volt eləyin. 92-ci il 92-ci noyabrında. Deməli, bu nömrələr... Müdafiə Naziri kim idi? Dadaş Rzayev. Deməli, bu ləğv olunanda... Bilfəz Elçi bəy də prezidentdir. Hə, o vaxtdır. Deməli, bu ləğv olunanda mənim tabur komandirim SSR-dən gəlmiş polkovnik leytenant Eldar Həsənov Valehoğlu, əslən o da Kəlbəcərinin Seyidlər kəndindəndir, amma bütün müddəti leytenantdan o rütbəyə kimi elə orada xidmət eləyib, vətən üçün gəlib, o da orada tabur komandiri idi, həmin nömrəli. Eldar Həsənov, Qərargah rəisi. Sonra Qərargah rəisi oldu. Sizin də qohumuzdur. Məndən həmin bacanaqdır, həmin də ki, komandirim olub. Bu çox belə əsəbli halda gəldi 1-ci icra hakimiyyətinə və getdi Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyində indi orada gedir, orada o mu deyirlər? Deyirlər ki, ştat gəlibdir, artıq belədir. Bu zaman briqada komandirindən bizə əmr gəldi ki, bir rotaya qədər şəxsi heyət göndərirsiniz Laçına. Həqiqətən də bu bizə çox pis. Birincisi, bu Kəlbəcərdə kim qalsın? İndi açığı deyim ki, o 471 nəfərlə ya o biz düşmənin qarşısında gücümüz vardı dayanmağa. Amma biri də var ki, heç olmuyor, düşmən görsün ki, qarşısında bir silahlı adam var. Buradan komandir briqada vertolyotdan desəm uçur gəlir fevral ayının ortalarında. İndi bunu polkovnik Qənizadə özü də, yəni ki, bu özü şəxsən bizə dediyidir. Mən bunu öz dilindən eşitdiyimdir. Özü də yəqin ki, faktı bu gəlir Müdafiə Nazirliyinə ki, artıq Ağdərə yolu bağlandı, düşmən bu boyda təminat ancaq Murovdan gəlir. Üzr istəyirəm, burada yazıb İlham Cəfərov 92-ci noyabrında Müdafiə Naziri Rəhim Qaziyev idi. Ola bilər. Siz 90 şeydən Dadaş Rzayev danışırsınız. Yox, Dadaş Rzayev fevral ayında
Mən bilən Dadaş Rzayev olmalı idi. Mən bilmirəm. Aydın. Buradan Müdafiə Naziri gəlir Müdafiə Nazirinin priyomlusuna gələndə Kəlbəcərin icra hakimiyyəti o hansı ki kombat deyirdim 844 o artıq Kəlbəcərin icra hakimiyyəti idi. İlham Həsənov. İlham Həsənov zəng eləyir Qənizadəyə ki hardasan, deyir ki bəs mən Müdafiə Nazirinin priyomlusundayam. Hələ girə bilməmişəm. İndi onu Qənizadə bilər. O vaxtı fevral ayında mən bilən Dadaş Rzayev idi deyəsə Müdafiə Naziri, yadımda deyil. Deyir ki mən buradayam amma priyoma girə bilmirəm. İlham Həsənov mənə Qənizadə, polkovnik Qənizadənin dediyinə deyir İlham Həsənov zəng eləyir Ali Baş Komandana, prezidentə. Prezident zəng eləyir Müdafiə Nazirinə ki, komandir briqadanı qəbul elə. Qənizadə girir qəbuluna. Deyir ki, ministrə, cənab nazir. 1993-cü ilin fevralında Azərbaycan Respublikası Müdafiə Naziri vəzifəsinə təyin edildi 1993-cü il. Hə. Fevralın bax hardasa ortalarında olub bu məsələ. Aydın. Hə. İndi bunu Qənizadə dəqiq bilər. Girir Müdafiə Nazirinin qəbuluna. Müdafiə Naziri deyir ki, Kəlbəcərin Qarabağa aidiyyəti yoxdur. Kəlbəcərə hücum olası deyil. Gedirsən Laçına briqadanı idarə edirsən. Kim deyir? Müdafiə Naziri deyir. Dadaş Rzayev. Dadaş Rzayev olubsa o. Bunu Müdafiə Naziri Qənizadəyə deyir. Qənizadə oradan qayıdır, gəlir, amma ona baxmayaraq o 123 gün oradakı o məğlubiyyət baş verəndəki o bizim 710 Qurban Qurbanovun taburu, orada da bilmirəm, deyəsən 300 nəfər olub, orada nə qədər itki veriblər döyüşdə, nə olub? O batalyon, onu da Qurban Qurbanov özü danışar, onu Qənizadə bilər. Bunlar çəkilmişdilər özləri çərəkdara. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilmişdir. Kim? Dadaş Rzayev. O 94 olar da, yoxsa? Bu 91-ci ildə Müdafiə Naziri müavini təyin olur. Bakıda əməliyyatdan sonra etiraz eləməyə baxın, Müdafiə Naziri təyin. Buyurun, danışın. Deməli, Qurban Qurbanovun gilin taburu, o vaxtı komandir batalyon Nərman Zeynalov idi. Qurban Qurbanov orada mavin idi. Bəhrəm Ləzimov, İbadət müəllim, bunlar çəkilirlər çərəkdar istiqamətinə. Əgər, bax mən bir hərbiçi kimi deyirəm və əgərləri o tabur çərəkdarda olmasaydı, elə həmin tarixdən ermənilər, valla belə demə, o 06-07 Jigullər var ya, onunla Kəlbəcərə gəlib çıxasıydı. Çünki Kəlbəcərdə heç yox idi. Buna baxmayaraq, vəziyyətin ağır olduğunu görərək, rəhmətlik o qəhrəmanımız Ülfət Kərimov hardasa bir rotaya qədər, 70 nəfərə qədər bir bölü ilə onu Qənizadənin komandanlığı altında bizim Kəlbəcərin o döyüşçülərinə, köhnə o könüllərdən yığıb yerləşdirmişlər Ağdavana. Qurban Qurbanovun taburu isə yerləşmişdi Çərəkdarda. Vəziyyət ağırlaşır, mən artıq danışıram Kəlbəcərin, yəni bunu belə yerləşdirildi. Ondan sonra isə gecikmiş əmr verirlər ki, Kəlbəcərdə dağ atıcı alay yaransın. Bu olur, səhv eləmirəmsə, bayram ərəfələri idi, mart ayıydı. O ştatlar ixtisar olanlardan sonra? Çox sonra, çox sonra. Dağ atıcı alay komandiri də polis rəisi Nizami müəllim. Və burada İşıq İdarəsi o vaxtı İşıq zad yox idi deyə, İşıq İdarəsinin Şahin müəllim vardı. İşıq İdarəsinin rəisini gətirib 6-cı tabur kimi başladılar. Kəlbəcərdən artıq vəziyyət ağırlaşıb, ayın 21-də tabur hazırlayırlar. Yığırlar, nə bilim, silah, oradan, buradan. Başladılar bir tabur. Bu taburun bir bölüyünü yerləşibdir. Bu Ülfət Kərimovun da bölüyü bunun tərkibindədir. 6-cı taburun, Şahin müəllimin taburunun bir bölüyü yerləşdirdilər Ağqaya, bir bölüyü hardasa Mərciməyə, Narışdara. Bax, bu istiqamətdə də düşmən artıq vəziyyətin ağır vaxtı yerləşdirdilər bura. Düşmən ayın 25-dən başladı, 26-sında
helikopterlərlə hücum elədi. Bunu birin kombatı özləri danışar. Orada necə 5 dənə helikopter düşmən hücum elədi, ikisini necə vurdular. Orada nə baş verdi? Düşmən hücum elədi. Çərəkdardan, o ki o Monta Melikanyanın bir çıxışı var. Deyir ki, düzdür, onu o həmin o hücum vaxtı oradan Dadaş Rzayev üzrsən 20 fevral 1993-cü ildə elə bax o vaxt olunub, çünki onda olub. 17 iyun 1993-cü ilə qədər. Hə bax o Həmin vaxt fevral ayında Bəli. fevral ayında olubdu qəbulunda Qənizadə. Aydın. Dəsən Dadaş Rzayevin qəbulunda olub. Elə təzə təyin olunan vaxt olub. Onu indi polkovnik Qənizadə 100% amma mən bilən Dadaş Rzayev olub. Deməli, Aqil müəllim, burada bu hücumun qabağını alırlar. Briqada Laçındadır. Döyüş tapşırır, amma Qənizadə özü buradadır. Döyüşü idarə eləyir burada. Döyüş başlayır. Düşmən hücum edir. Orada Monta Melikanyanın var bir çıxışı deyir ki, bu əskərlər, türk əskərlər özü də belə deyir ki, qabaq-qabağa deyir, keçə bilmirəm. Burada bunlar böyük müqavimətlə bu vurur. Ağdavan istiqamətində Ülfət qəhrəmancasına burada döyüşür. Axır nəfəsinə kimi bu burada şəhid olur. Və burada itki verilir. Düşmən artıq hücum eləyir. Buradan keçir birinci taburun arxasına. Vəziyyət ağır olanda bir də ki, bunu indi polkovnik Qənizadə neçə dəfə o Daniseniya deyirlər, zasekretçini göndərir ki, bu yəni Müdafiə Nazirinə xahiş edir ki, məni ya bir briqada gətirin Kəlbəcəri qorumağa, ya da məni çıxardın, mən gedim Kəlbəcəri müdafiə edeyim. O vaxtda deyirlər ki, Kəlbəcəri hücum olmayacaq. İndi fikir verin. Hücum başlayır. Kəlbəcərdə qüvvə yox, təzəcə ayın 21-də könüllərdən yığılıb göndərilir ora. Biz sərhəddə 110 kilometrdə bir tağımın birin üstünə 11, birin 11 nisbətində üstümüzə düşmən hücum eləyir. Kəlbəcərdən, sərhəddən hücum eləyənlər, biz orada döyüşürdük. Aqil müəllim, onun hamısı, mən bunu adı ilə deyirəm, mən şəxsən bir nəfər erməni görmədim, mən ruslarla döyüşdüm orada. Rəhman İskəndərov, o bir epizod var, onu o sudan mən çıxartdım, keçən dəfədə. Deməli, indi bax onu mən danışım, deməli, briqadaya komanda verilir ki, briqada Laçını tərk eləsin, gəlsin. Fikir verin. Ayın artıq 25-i, 26-sı, 27-si, 28-i, 29-u, 30-u döyüş gedir. Səhv eləmirəmsə, 30-unda, 31-də icazə verirlər ki, briqada Laçından çəkilsin. Briqada komandiri burada döyüşür. Laçından geri çəkilməyə bizim ehtiyatda olan cənab general Qorxmaz Qarayev idarəçilik eləyir. Döyüşə, indi fikir verin, briqada, o boyda texnika, silah, sursat, bütün. O, bizim bir zabit danışır ki, biz Murovda ki, biz qanı bahasına almışdıq Hoçazı, amma indi oranı heç nəsi tərk eləyib gəldik. Bəli. Briqada oradan döyüşə, o Prisledona deyirlər, düşmən daxı bunu vurur. Döyüşə gəlirlər, çəkilirlər. Briqada da indi orada hansı taburu bu Keçili Qaya istiqamətinə göndərirlər, hansı Zülfüqarlıdan o altı kövşən deyirlər, o istiqamətə və s. gəlir. İndi çalışırıq ki, tunel deyilən o tunel tutulmaz. Çünki tunel tutulsa, bütün briqada qalır o tərəfdə dağ yollarla. Tuneli də tutdular. İndi əsas bizim bir yolumuz qalıb, o Qamışdı. Oranı saxlamalıyıq ki, ikinci Xocalıdan biri var, Xocalının əhali sayı, biri var Kəlbəcərin. Heç olmaya, briqada da girir. Həmi insanları qorumaq, həmi insan olan yerdə müharibə aparmaq çox çətin bir prosesdir. Bizim üçün də, bax şəxsən bizim üçün də çox çətin idi. Ancaq ayın neçəsində komanda verdilər ki, həm döyüşürük, həm də insanların təxliyəsi ilə məşğul olunsun. Da bu uzun bir məsələdir. Deməli, biz ermənilər ayın 1-də hücum elədilər, bizim Dişkyurt zastavasını götürdülər, Kəlbəcərin üstünü. Biz burada rəhmətlik Alışov Feyruzdur, mənəm, sonra İsmaillidan bir zabitimizdir.
Biz əsas bu bazda istəyirdik ki, Kəlbəcərin üstünü saxlayaq. Bir də mən burada bir haşiyə çıxım. Deməli, ayın 1-də Bir də üzrə orada bir tabor komandiri var da, rəhmətlik Mahir danışacağım onu.